Şirvan Suvarma kanalının istismarı Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Şirvan Suvarma kanalı istismar idarəsi tərəfindən həyata keçirilir. Yarım əsrdən artıq istismar olunan kanalın 95 kilometr hissəsi torpaq məcralıda Şirvan düzündə olan 10 rayonu suvarma su ilə təmin etmək üçün kanalda idarə tərəfindən daim cari təmir işləri aparılır. Kanalın üzərində Əlcan çay, Türyan çay, Göyçay, Girdiman çay, Ağsu çay, Dəvəbətən çay və Nəzir çay ilə kəsişdiyi yerlərdə mürəkkəb konstruksiyalı 6 ədəd dükerlər və 2 ədəd akvedukt tikilib. Ümumiyyətlə, kanal üzərində sadə və mürəkkəb konstruksiyalı 129 ədəd qurğu tikilib. Bunlardan 1 ədəd baş qurğu, 6 ədəd düker, 2 ədəd akveduk, 29 ədəd körpülər, 52 ədəd sel ötürücülər, 1 ədəd cəldaxıdan, 1 ədəd su tullayıcı, 1 ədəd səviyyə qaldıran, 36 ədəd su buraxıcı qapı və 1 ədəd qidalandırıcı kanalın normal iş rejimini təmin edirlər. Hazırda kanalın Göyçay rayonu ərazisindən keçən hissəsində təmir işləri aparılır. Bu işlər əsasən sızmaların olduğu yerlərdə daha dəqiqliklə həyata keçirilir. Bu günlərdə Ağdaş rayonunun Pişet 335-də Kökəndə ərazisində bənddə sürüşmə olub, tərəfimizdən aradan qaldırılıb. Ağsu rayonunda deməli, Ərəb Mehdibə kəndindən 1 kilometr kənarda yenə sızma, kanalın üstündə Bermada sızma müşahidə olunurdu. Tərəfimizdə aradan qaldırılıbdır. Hal-hazırda biz Göyçay rayonunun Şəhadət Qarabağlı kəndi ərazisində, Pişet 508-də bu ərazidə sızma, çox böyük sızma müşahidə olunurdu. Qeyd edək ki, Şirvan Suvarma kanalı öz başlanğıcını Mingəçevir su anbarından götürür. Şirvan düzündə Böyük Qafqazın ətəyi ilə 122,2 kilometr məsafə qət etməklə 6 rayonun ərazisindən keçir və 10 rayonun əkin sahələrini suvarma su ilə təchiz edir. Kanalın maksimum su sərfi 78 kubmetr saniyədir. Kanal Respublikanın ikinci ən böyük magistral suvarma kanalıdır. Kanaldan su ilə təmin olunan Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Ağsu, Zərdab, İsmayıllı, Hacıqabul və Şamaxı rayonlarının 112 min hektar torpaq sahələrinin suvarılmasını təmin edir. Hazırda kanalın əhatə etdiyi rayonlarda əkin sahələrini fasiləsiz olaraq suvarma su ilə təmin etmək üçün lildən təmizləmə işləri həyata keçirilir. Bununla da suyun maneəsiz axını təmin edilir.